Videomu izləyən hər kəsi salamlayıram. Bugün Azərbaycanın milli mətbəxindən ən dadlı xörəklərindən biri olan düşbərə bişirəcəm. Əsasən Bakı kəndlərinin yeməyi sayılan düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb. Düşbərə üçün xəmir yoğurmaqla işə başlayaq. 2 stəkan yarım unu ələkdən keçirib, duz, 1 yumurta, 2 xörək qaşığı duru yağ əlavə edərək yoğururam. Xəmir yumurtalı olduqda, suya düşdükdə parçalanmır, həm də dadı daha ləzzətli olur. Xəmiri yoğurduqdan sonra 15 dəqiqə dincəlməyə buraxırıq. Düşbərə əti isə yağlı olmalıdır. Əsasən qoyun əti istifadə edilir. Lakin mən 400 qram mal əti, 200 qram quyruq, 2 ədəd kiçik soğanı götürdüm. Ət maşından keçirib qiymə saldım. Onu da qeyd edeyim ki, düşbərə üçün götürdüyümüz ət sulu olmamalıdır. Xəmir üzərinə paylaşdırdığımız zaman xəmirdə yapışqanlıq yaratmasın. Xəmiri kiçik kündələrə ayırıb, yayıb, gördüyünüz şəkildə kəsib, ətləri kiçik xəmir parçalarına paylaşdırıb, videoda gördüyünüz qayda ilə bükürəm. Bükülmüş düşbərələri bulyonda və ya 1 litr suya 1 soğan, 4də 1 çay qaşığı sarıkök, yarım çay qaşığı duz və 1 xörək qaşığı kərə yağı əlavə edərək qaynara çıxdıqdan sonra düşbərələri töküb bişiririk. Təqribi 10 dəqiqəyə bişib hazır olur. Tamlıqla bişən düşbərələr suyun üzünə çıxır. Servis etdiyimiz zaman üzərinə nanə qurusu səpirik. Hazırlayan hər kəsə nuş olsun. Kanalıma dəstək olaraq yaxınlarınızla paylaşmağı, videomu bəyəndinizsə bəyəndim düyməsinə toxunmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.